Dostlar, vaxtınız xeyir olsun, gününüz xeyirli, uğurlu olsun. Çoxdan da deyirsiniz ki, taksi işdə, qardaş, taksi haqqında video çək. İndi belə deyəcəm, həm Yango, həm Bolt'u eyni vaxtda açmışam. Çəkiliş edirəm ki, baxın necə, düz şəhərdə iş çox zəifdir. Çox zəifdir, yəni bildiyiniz zəifdir. Həftənin ikinci günüdür, məktəblərdə kanikuldur, iş zəifdir. Çəkilişlər edirəm. İstəyirəm ki, siz də görəsiniz, iş nətərdir. İndi hələ ki sifariş yoxdur. Üzü şəhəri tərəf Koroğludan gedirəm. İndi sifariş gələndə sizə göstərəcəm. Demək dostlar, ilk sifarişimi verdi, Bolt verdi. Bakum edirəm, köhnə Keşlə bazarından gedir bu Qarabağ küçəsinə tərəf. Hansı Zavaqzaniyə. İlk sifarişi eləyim. 3.10 yazıb, indi görək indirimlə nə qədərdir. Demək dostlar, çatdırmaydı, çatdırma. 3 manat 10 qəpik. Müştəriyə verdim. Son yazmışdı. Burada da indi bilmirəm də nə yazıb, nə yazmayıb. Axır buradan 3 manat 1 qəpik mənə çatır. Heç də növbəti bir dənə də sifariş verdi. Elə çata-çatda sifariş verdi, bir dənə də Bolt verdi. Yango demək olar açmıram. Bu da 3 manat 40 qəpik. Xətai prospektindədir bu. Bu Yaşıl bazar, Şərq bazar istiqamətindədir. Gedək görək bu sifarişdə nətər olacaq. Əslində mən səhər tezəndən işləyirdim. İstədim ki, axşam olan bir sifarişləri saat 10'a işləyib 16 dəqiqə. Gedək bu sifarişdə görüm nə qədər yazacaq. Bu da Xətaydan gedir Koroğlu parkın yanına, Nəsim bazarının aşağısına. İkinci sifarişi çəkib göstərirəm sizə. Demək dostlar, müştərini düşürtdüm Kuala parkın yanına. 2 manat 50 qəpik yazmışdı, 90 qəpik də kompensasiya. Qısacası bax deyim sizə, bu 90 qəpik var ha burada. Çoxları indi sual verirlər ki, qaqa bu nədir? Bax bu ümumi gediş 3.40 yazıb. 2.50 müştəri nəqd şəkildə verir. 90 qəpikdə Bolt sizin balansınızda oturur. Qısacası bu sifarişi sonlandırım. Bunu götürən vaxtda bir dənə Gənclik moldan bir dənə sifariş verdi. Gənclik moldan ikinci çıxışında da. İndi mən bir də müştərinin əlaqə saxlayayım, görüm bu ikinci çıxışdadır ya hardadır. Burada ikinci çıxış qeyd olunub. Görürsünüz, burada ikinci çıxış qeyd olunub. Dən eləmək, prosto həmişə Gənclikdə hər tərəf avtobus zolağıdır. 22:00-a qədər olmaz da girmək, çıxmaq, saxlamaq. Ona görə həmişə sizdə Gənclik moldur, belə deyək də, Kresin moldur, bunlar hamısı ümumiyyətlə AVM-lərdə, mollarda müştərilərdən dəqiqləşdirin. İndi çoxlar bu videoya baxır, təzə işləyir. Mən bir 10 gün dalbadal çəkəcəm video. Boltda işləyəcəm, Yango'da işləyəcəm. Hələ ki indi Bolt dappa tərəf verir. Bolt vermir. Bayaqdan demək olar ki, mən 2-3 saatdır ki bu zonundan gəlirəm, sifariş yox idi. İndi biraz canlanma, aktivlik hiss elədim. Görək də indi gedirəm, götürüm bu müştərini görüm. Bu müştərinin qiymətdə göstərim ki, nə qədər yazıb. Amma yaxın bir məsafəyə gedir. Gedir Bolmart'a gedir. Bu Tbilisi'dən dönürsə Papaniya tərəf ora gedir. Götürüm, düşürdüm, xəbər edəcəm. Çəkiliş edəcəm siz. Demək dostlar, müştərini düşürtdüm, kartıma pul atdılar. Ona görə indi sonlandıram. Demək 3 manat 10 qəpik yazıb. Baxın görüm. 3 manat 10 qəpik yazıb, elə müştəri 3.50 atıb. Günümüzə şükür olsun. İndi gözləyək görək. Sifariş nə verəcək, hara verəcək. İş də zəifdir. Həftənin ikinci günüdür. Bu dərslər zadlar yoxdur da. Ona görə iş zəifdir, görək. İndi haradan nə sifariş verəcək. Hələ ki heç bir şey yoxdur. Gözləyirəm. İndi 1-2 dəqiqə Bolt gözləyəcəm. Bolt verməsə Yango asacağım.
Onu da deyim ki, dostlar, hələ şoferlərin çoxları var ki, Yango ilə Uber'in eyni şirkət olmağından xəbəri yoxdur. Yango da Uber də eyni şirkətdir. Bu şirkət buna elə düzəldib ki, kimsə, məsəl üçün belə deyək də, Yangoda sürücü gəlmir, narazılığı var. Yox, mən daha keçdim Uber'ə. Müştəri bilmir axı onu, amma şirkət olaraq özləri eyni şirkətdir. Görək də görə indi nə sifariş verəcək, nə varacaq, mən çəkəcəm, sizə göstərəcəm. 3 dənə sifariş elədim, sizə göstərdim. Görək inşallah növbəti sifariş də verəcək. Gedirəm şəhərin mərkəz tərəfindən, mərkəz, Gənclik, Mənclik bu tərəflərlə yaxşı sifariş. Aha, verdi. Sifariş verdi. Salamzadə 22-dən Basmaya tərəf, Papanin hospitalına düşən yolda verdi, görüm hara gedir müştəri, Basmaya tərəfə gedir. Ruslan 93 tərəf düşür, haradasa bu. Hara getdi bu? Yox, Razindir. Razindən Ruslan 93-ün arxası. 5 manat yazıb, indi görüm görə indirim olmasa əla olacaq. Demək dostlar, bu sifarişi də yerinə yetirdim. Bu da müştəriyə kart atdı. Demək 4 manat, 1 manat kompensasiya. Görək indi inşallah bu müştəri nə qədər kart atıb. Heç nə elə 4 manat atıb. Nə aşağı, nə yuxarı. 1 manat kompensasiya. 5 ulduz, elə Bolt özü hamıya 5 ulduz qoyur. Görək inşallah növbəti sifariş hardan olacaq. Üzü şəhər tərəfə. Bu dəqiqə ən yaxşısı şəhəri getməkdir. Şəhər daha yaxşıdır. 2-3 dəqiqə dayanıram belə. Birbaşa yanğın açmıram da. 2-3 dəqiqə dayanıram belə Boltla. Görüm hara sifariş. Bolt verdi. Verməyəndə daha şey eləmirəm də. Boş-boşuna maşını sürmürəm. Çalışıram ki, benzinə falan ekonomiya gəlib. Maksimum ekonomiya düşmüşəm. Dostlar, gözlüyüm 2-3 dəqiqə, olmasa yanğın açım, 2-3 dəqiqədə yanğın ilə birlikdə gözlüyüm, sonra zakaz versə, hansınısa götürüm gedim. Dostlar, elə heç 50 saniyə keçmədi, zakaz verdi. Bu İnci Şarlıq ev tərəfdən Razinə 3 manat 10 qəpik yazıb. Demək olar ki, iş çox zəifdir. Bilmirəm niyə, bəlkə də məktəblər zadları yoxdur. İş ona görə zəifdir. Demək olar ki, dərslər olmayan günlər iş çox zəifdir. Görək də Allahın köməlindən nə qədər olacaq. 4-cü mü, 5-ci mi sifariş gedirəm. Axır sifarişləri, qiymətləri yadımda saxlamıram. Boltda olan işin gedişatını sizə göstərirəm. Boltda iş belədir də, görək inşallah. Dostlar, o kimdə ki kanalıma baxır, abunə olmayıbsa abunə olsun, mənə dəstək olsun. İnşallah kanalı dəyişəcəm, kanalı verəcəm başqa şəxslər, başqa cür sahə üzrə işlənəcək. İnşallah özüm bir maşın haqqında əlavə bir kanal açacağım. Sırf ucu geniş miqyaslı çəkilişlər edəcəm qəşəng maşınlar haqqında, pluslar haqqında, BYD-lər haqqında. Onu da deyim ki, dostlar, mən indi kateqoriyaları göstərə bilməm ucuda. Sizə kateqoriyaları zakazdayım. Mən komfort zad falan işləyirəm. Yəni komfortum zadım açıqdır. Onlarla işləyirəm. Komfortum açıqdır. Sonra onu deyim ki, dostlar, o adamlar var ki, çoxları deyir ki, səndə çatdırmada da var. O vaxt çatdırma kimdə açıq olubsa, həmin adamlar işlədə bilir. Çatdırma falan. Kimdə açıq olmayıbsa, onlar işlədə bilmirlər. Yəni, onlar işləyə bilmirlər. Allah kim taksitə işləyirsə, hamısın ruzu bərəkətin bol eləsin. Çörəklərin bol eləsin. İnşallah neyniyim, nə ayrım deməsinlər. Bizə nə ayrıq ki? İşləyirik, çəkirik. Sizin çəkirəm. İndi çoxları var ki, orada iradlarını bildirir. Ay qaqaş, sən belə çəkdin, ay qaqaş, sən belə çəkdin. Mən şey ilə irad tuturlar. İndi mənim çəkilişimdə bacardığım qədər budur. İndi dostlar, götürüm bu sifarişi, görüm kompensasiya nə qədər olacaq. Boltda çox olur kompensasiya. İndirimlər zadlar verirlər müştərilərə. Müştəri əldə eləmək üçün. Görək də.
Dostlar, demin müşteriden düşürttüm. Ümumi 3.10 yazmışdı. 2.50 müşteri verdi. 60 qəpik kompensasiya. Amma müşteri de 3 manat verdi. Razine düşürttüm. Arşallı ev tərəfə. Gedək görək. Aha. Çatdırma. Evet, sat. 10 manat. Baxay, bunu atkaz eləyirəm. Atkaz elədim. Görək. İndi çoxları yazacaq ki, kommentariyada qaqa reytingi göstər, reytingi. İncimin dostlar, reytingi göstərməyəcəm. Özümü dartmıram, hava ilə də aparmıram, amma reytingi göstərməyəcəm. Deyin niyə reytingi? Nə bilim, göstərmirəm də. İnşallah növbəti videolarda göstərirəm. Dostlar, heç nə, bugünlük 10 dəqiqəlik bir video çəkdim. Çox bezdirmək istəmirəm. Qısa belə videolar çəkəcəm. Kanalıma abunə olun, mənə dəstək olun. İnşallah növbəti videolarda BYD Gim Plus haqqında bir iki dənə video çəkəcəm. Kanalıma abunə olun, mənə dəstək olun. Sağ olun, salamat qalın.